Dəyərli dostlar, hər kəsə salamlar. Mən Vahid Məsimov. Yeni video vloqumda hər birinizi xoş gördüm. Bu video vloqda arxa fonda görülən Portuqaliyada yerləşən Leiria qalasından sizə video çəkib göstərməyə çalışacağım. Qeyd edim ki, Leiria qalası Portuqaliyanın ən tarixi və qədim qalalarından biridir. Bu yol isə Leiria şəhərinin ən tarixi yollarından biridir. Qalaya gedən yolu bu yol. İstədim ki, bu yolda çəkim sizə göstərim. Möhtəşəm tarixi Leiria qalasının qapıları. Dəyərli dostlar, biletlərimizi aldıq və indi qalanın içinə girmişəm. Pilləkənlərdən yavaş-yavaş qalxırıq qalanın ən yuxarı hissəsinə və ən yuxarı hissəsində bütün şəhər panorama şəklində görünür. Gizli keçidlər, maraqlı pilləkənlər var bu qalada. Bu da qalanın növbəti gizli keçidlərindən biridir hər halda, olub daha doğrusu. Görək burada nə var? Aha. Maraqlı belə bir otaq var. Hər halda bura düşmənlərdən qorunmaq üçün qalanın keşişçiləri falan buradan şəhərə baxırlarmış. Baxın, burada şəhər, bütün şəhər görünür. İndi isə qalanın bütün şəhərə açılan panoramasına gedirəm. Bu hazırda gördüyünüz bu qalanın bu hissəsində şəhərin emblemi var, Leiria şəhərinin. Bu gördüyünüz emblem Leiria şəhərinə məxsusdur. Burada isə şəhərin mənzərəsi bütün görünür aşağıda gördüyünüz kimi. Burada isə maraqlı bir maskotlar qoyublar şəkil çəkdirmək üçün. Və burada isə Leiria şəhərinə məxsus fincanlar gördüyünüz kimi satılır. Kim istəyirsə təbii ki bu şüşəni açır və ora pul qoyur və götürür. Papaqlar, köynəklər şəhərə məxsus bu stenddə. Bütün şəhər beləliklə görmə imkanınız var dəyərli dostlar. İndi isə qalanın daha hündür nöqtəsinə çıxıram. Gedək isə orada maraqlı yerlər var, oraya göstərəcəm. Qalanın daha da yuxarı yerlərinə çıxmağa doğru gedirik. Görək burada nə ilə qarşılaşacağıq. Tower Keeps. Burada isə qalanın qüllələri var. Yəni ən yüksək nöqtəsinə doğru gedirik. Hər halda burası sənin falan olub. Pilləkənlər yordu artıq bizi. Və nəhayət ki, gəlib çatdıq qalanın içinə. Burada belə tarixi sapantlar var. Gördüyünüz kimi. Demək, qala 12-ci əsrə aiddir. Bu isə həmin qalanın döyüşçülərinin geydiyi geyimlərdir. Bu isə həmin Portuqaliyalı sərkərdələrə məxsus bütün qılınclar və arxada isə onlara məxsus qalxanlar var. Bu da savaş için.
Burada isə 1142-ci ilə məxsus Portuqaliya kralının göndərdiyi məktubdur bu gördüyünüz kimi. Leyriyaya göndərib bu məktubu. Həmçinin burada 1195-ci ilə məxsus Sancho 1 adlı bir kralın göndərdiyi məktub var. Həmçinin 1545-ci ilə məxsus bir şey var burada, məktub. Burada isə eksponatların adları var. Bax, gördüyünüz kimi burada bütün eksponatlar var. Burada isə həmin sərkərdələrə məxsus belə maraqlı dəbilqələr var. Bu isə hər halda ox atmaq üçün nəsə qəribə bir alətdir. Bu alət də burada qeyd edildiyi kimi 12-ci əsrə aiddir. Qalanın ən hündür nöqtəsinə çatdıq. Bu gördüyünüz ən hündür nöqtədə Portuqaliyanın bayrağı dalğalanır. Və buradan bütün şəhər yenə də gördüyünüz kimi burada maraqlı bir görüntünü daha göstərəcəm sizə dostlar. Bu şəhərin stadionu, Leriya şəhərinə məxsus stadion da burada yerləşir. Və məlumat üçün qeyd etmək istəyirəm ki, Leriya şəhərinə məxsus bu stadionda Leriya klubu oynayır ki, Leriya klubunun da məşqçisi bir zamanlar məşhur Jose Mourinho kimi tanındığımız Manchester United'ın məşqçilərindən biri olan Dəyərli dostlar, Portuqaliyanın ən tarixi qalalarından biri olan Leriya qalasında çəkdiyimiz videonu da yekunlaşdırıram. Zəhmət olmasa, təbii ki, videonu bəyəndinizsə, bəyənib paylaşmağı unutmayın. Hələlik özünüzdən müğayət olun. Növbəti videolarda görüşmək ümidilə.